Eksistensializm termini təxminən mövcudluq kimi tərcümə oluna bilər. Terminin çoxsaylı izahları var. Bu, bəzilərinin fikrincə depressiya, ümidsizlik, sıxıntı, bəzilərinin fikrincə pessimizm, bəzilərinə görə üsyan, azadlıq, irrasionalizm, absurdun fəlsəfəsidir. Mütəfəkkirlər bu fəlsəfənin çıxış nöqtəsini sənayeləşmədə, maşınlaşmada görürlər. Onların fikrincə istehsal maşınlarının, dəzgahlarının istifadəyə verilməsi bəzi başayaq nəticələrə gətirib çıxartdı. Beləliklə, insan get-gedə özünə yadlaşdı, absurd, əzici, etibarsız, anlamsız bir mühitdə yaşamağa məcbur oldu. Eksistensializmin atalarından sayılan Sören Kierkegaard fərdi əsas götürür, cəmiyyətə xor baxır. Onun fikrincə fərd öz varlığını qorumaq üçün cəmiyyətdən, ictimaiyyətdən sıyrılmalıdır. Fərdiyyətçilik ancaq tənhalıq, sıxılma, qayğı və ümidsizlik içində yaranır, inkişaf edir və dərinləşir. Emmanuel Munyerin fikrincə eksistensializm ağacının kökləri Sokrata, Stoiklərə, müqəddəs Avqustinə, müqəddəs Bernara qədər gedib çıxır. Kierkegaarddan sonra şərti olaraq eksistensializmi iki qola ayrılır. Teist eksistensialistlər, yəni inananlar, ateist eksistensialistlər. Teist eksistensialistlərin sırasına Danimarkalı Søren Kierkegaard, Alman Karl Jaspers, Max Scheler, Henri Bergson, Gabriel Marcel, Berdyaev və s. saymaq olar. Ateistlərin sırasına isə Friedrich Nietzsche, Martin Heidegger, Jean-Paul Sartre, Albert Camus'u aid eləmək olar. Ortega Gasset'in sözləri ilə desək, insanın təbiəti yoxdur, onun ancaq tarixi var. Eksistensialistlər deyirlər ki, insanı əşyadan ayıran elə budur. Yəni, insanın anadan gəlmə fitrətən olan tərəfləri yox, yaşadıqca formalaşan tarixi var. Kierkegaard yazır ki, insan öz mövcudluğunu unudub və yuxuya dalıb. Onu bu rüyadan oyandırmaq lazımdır. Amma bu oyanışın nəticəsində insan qayğı və sıxıntı ilə tanış olacaq. Çünki öz boşluğunu dərk edəcək. Sartre'ın eksistensializmini aşağıdakı anlayışlar ətrafında açmağa çalışaq. Birincisi, Sartre'ın məşhur tezisi mövcudluq varlıqdan əvvəl gəlir tezisidir. Sartre'ın fikrincə insan əvvəlcədən təyin olunmamış varlıqdır. Çünki o başlanğıcda heç nədir. İnsan sonradan özünü necə quracaqsa, layihələndirəcəksə, o cürdə olacaq. İkincisi, məsuliyyət və seçim anlayışıdır. İnsanın bütün seçimlərində sərhədsizcəsinə azad olması o deməkdir ki, o bütün seçimlərin məsuliyyətini özü daşıyır. Başqa cür desək, hər uğurun və ya uğursuzluğun yeganə məhsulu insanın özüdür. Sartre deyir ki, insan bu sərhədsiz azadlığın məsuliyyətindən qaçmaq üçün gündəlik həyatda özünə vəzifələr icad edib. Üçüncüsü, ümidsizlik anlayışıdır. Sartre deyir ki, insan həmişə ehtimallar ərazisindədir. Ona görə də heç nəyə ümid etmədən işləməlidir, çalışmalıdır. Sartre'dan sonra əlbəttə ki, Albert Camus'un eksistensializmlə bağlı düşüncələrinə, fikirlərinə baxa bilərik. Camus'un bütün yaradıcılığına yayılan dünyanın absurd olması ideyası ilk dəfə 1937-ci ildə çapdan çıxan Astarı və Üzü kitabında öz əksini tapıb. 1942-ci ildə çap olunan məşhur romanı Yad işğal altında Fransada gözlənilməz şəkildə populyarlaşır. Romanda məkan Əlcəzairdir, personaj isə